Fransız rəssamı Paul Gauguin'in Nə vaxt ərə gedirsən tablosu 2015-ci ildə 300 milyon dollara satıldı. Paul Gauguin gəmidə çalışan zaman ekzotik ölkələrdə olmuşdu. Sonra birjada broker kimi çalışdı. Bir müddətdən sonra rəssam olmaq qərarına gəldi. Demək lazımdır ki, onun heç bir təhsili yoxdur. Xanımını və 5 övladını tərk edib Parisə gəldi. Tabloları maraqla qarşılandı. Paul Gauguin cənnət axtarışında idi. 1891-ci ildə Tahitiyə yola düşdü. Bir il ərzində 80 tablo yaratdı. 13 yaşlı tay qızı ilə evləndi. Bir övladı oldu. Müvəqqəti Parisə qayıdıb çəkdiyi tabloları nümayiş etdirdi. Bu tablolarda ekzotik həyat əks olunmuşdu. Paul Gauguin keramika və ağac ovma ilə də məşğul idi. Biz haradan gəlmişik, biz kimik, biz hara gedirik əsərini yaratdı. Üzünə qəsd etmək istədi. Sağ qaldı. Adada yerli xalqı müdafiə edirdi. Buna görə cərimə olundu. 3 ay həbsdə yatdı. 1903-cü ildə 54 yaşında vəfat etdi.